Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ve baraka ala seyyidina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli biz tahur sular və tahir sular bölümünü bitirdik. Bugünkü dərsimizdə inşallah nəzasətli sular bölümü haqqında danışmağa başlayıram. Və müəllif rahimehullah buyurur: "Əs-salis üçüncü necisun yahrum isti'maluhu mutlaqa." Nəcasətli olan sulardır və bu suları mütləq olaraq istifadə etmək haramdır. Və biz də keçən dərslərdə nə dedik? Dedik ki, tahir suları həm ibadətlərdə, həm adətlərdə istifadə etmək icazəlidir. Tahir suları ancaq nədə istifadə edirik? Adətlərdə. Nəcasətli suları isə nə adətlərdə, nə də ibadətlərdə istifadə etmək icazəli deyil. Alimlər yalnız burada zəruri halları istisna edirlər. Məsələn, zəruri hallara biz nəyi misal verə bilərik? İnsan əgər bir yerdə yanğın varsa, nəcasətli sudan istifadə etmək olar. Və yaxud bir insan susuzluqdan ölürsə və onun nəcasətli sudan başqa içəcək bir suyu yoxdursa, o zaman insan o suyu içə bilər. Başqa bir misal. İnsan boğazında bir loxma tıxanıb qalıb. Həmin loxmanı yalnız nəcasətli su vasitəsilə, yəni başqa su yoxdur, onunla aparmaq olar. O zaman o sudan da insan istifadə edə bilər. Yəni bu halları bizim fəqihlər zəruri hallar kimi qeyd edirlər. Zəruri hallar kimi qeyd edirlər. Və biz məsələləri öyrənməmişə, yəni suyun hansı hallarda nəcasətli suya çevrildiyini öyrənməmişdən öncə bilməliyik ki, keçən dərslərdə də qeyd etdik ki, sular iki qismə bölünür həcminə görə. Çox sular, az sular. Çox sular nədir? 2 qüllətindən çox olan sulardır. Az sular hansıdır? 2 qüllətindən az olan sulardır. Və dedik ki, alimlər müxtəlif buna məsələn litrini müxtəlif cür təyin ediblər. Bəziləri 160, bəziləri 190, 300 də deyən var. Amma mənim xüsusən mütəxəssis elm adamlarına eşitdiyim odur ki, əsasən bu 190-200 litrdir. Yəni 2 qüllətin su. Yəni çox su 200 litrdən çox olan sudur, az su 200 litrdən az olan sudur. Və biz həmçinin bu ilə bərabər bilməliyik ki, yəni suyu bu şəkildə bölmək ki, yəni şəriətdə az su və çox su alimlərimiz nəyə əsaslanıb? İlk öncə hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnnəl mə'ət tahura la yuneccisuhu şey'un. Tahur su onu heç nəcasətli etməz. Başqa bir hədisdə buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Əl-mə'u la yuneccisuhu şey'un illə mə qalabə alə rihihi və ta'mihi və ləvnihi. Su onu heç nəcasətli etməz. Yalnız onun iyini, dadını və rəngini dəyişən şeydən başqa. Deməli, birinci hədisdən anladığımız odur ki, tahir suyu heç nəcasətli etməz. Həmçinin o birisi hədisdən anlayırıq ki, suyu heç nəcasətli etməz, yalnız onun rəngini, iyini, dadını dəyişən şeylərdən başqa. Bu hədislər mütləq olaraq gəlib. Yəni mütləq hökmlərdir. İndi bəyan edəcəm mütləq deyəndə nəyə qəsd edirəm. Və sonra başqa hədislər gəlir. Başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: İzə bələğəl mə'u qullətini ləm yunəccisuhu şey'un. Su 2 qüllətinə çatdıqda onu heç nə nəcasətli etməz. Və ya başqa hədisdə buyurur ki, İzə bələğəl mə'u qullətini ləm yəhmilil xabəs. Su 2 qüllətinə çatdıqda xəbəsi daşımaz deyəndə burada daşımaz mənası deyil, yəni o nəcasətli olmaz su. Özündə onu ehtiva etməz. Yəni suya təsir göstərməz. Və biz iki hökmə baxanda birinci dediyimiz hədislərdən aydın oldu ki, tahir su onu heç nəcasətli etməz. İkinci hədislərdən görürük ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, su 2 qüllətinə çatdıqda onu heç nəcasətli etməz. Və biz nə edirik bu mənada? Birinci hökmlər mütləq hökmlərdir, ikincisi isə müqayyət hökmlərdir. Bu səbəblə mütləq hökmləri müqayyədə həml edirik. Ona misal verim Quran-ı Kərimdən daha aydın olsun, yəni müsəlmanlara. Misal olaraq Allah Taala bir yerdə deyir ki, insanlar bəzi əməlləri etdikdə deyir ki, bir qul azad etsin. Başqa bir yerdə Uca Rəbbimiz buyurur ki, müsəlman bir qul azad etsin. Alimlər birinci hökmə deyirlər ki, bu hökm mütləq hökmdür. İkinci hökmə deyirlər ki, müqayyət. Yəni Allah Taala orada qeyd edir ki, hansı köləni, yəni müsəlman köləni. Ona görə birinci hökmü ikinciyə daşıyırlar və deyirlər ki, deməli, Allahın bizi əmr etdiyi, yəni qul azad edin, bu əmri kimə əhatə edir? Müsəlman qula əhatə edir, kafir qula əhatə etmir. Yəni, birinci hökmü ikinci hökmə daşıyırlar. Həmçinin Allah Nəbisi sallallahu aleyhi və səlləm də ilk hədisdə buyurur ki, nə dedi? Yəni, su, yəni tahir suyunu heç nə nəcasətli etməz. Yəni, bu mütləq hökmdür. Sonraki gələn hədisdə isə buyurur ki, yalnız 2 qüllətinə çatarsa,
Yəni 2 qülləteyni şərt qoydu Allah Resulullah sanki. Yəni su 2 qülləteyinə çatarsa, onda onu nəzasətli etməz. Deməli anlayırıq ki, buradan 2 qüllətindən aşağı sulara əgər nəzasət düşərsə, hətta dəyişməsə belə nə olur o su? Nəzasətli su adlanır. Və dedik ki, bu hədisdə də mütləq hökmlər, müqayyəd hökmləri nə edir? Həml edilir, daşınır. Və indi suların biz hansı bölümə keçirik? Suların nəzasətli olma hallarını öyrənirik. Və müəllif rahimehullah buyurur: "Və huwa ma taghayyara bi najasatin fi ghayri mahalli tathirin." Yəni təmizlənmə yeri xaricində nəzasətlə təmasda olduğu səbəbilə dəyişən sulardır. Yəni buna bir misal verək. Elə bir ki, əgər misal verək ki, ovcumun içinə nəzasət dəyib. İlk öncə nəyə bilməliyik? Mən bura su tökərəmsə, həmin su mənim bədənimdə, yəni bədənimdə, əzamda olduğu müddətcə nəzasətli su adlanmaz. Əgər desəm o nəzasətli sudur, onda nəzasətli dünyada, yer üzündə təmizləyəcək su yoxdur. Çünki nəzasətli su özü nəzasəti necə təmizləyə bilər ki? Alimlər bildirirlər ki, mütləq o nə vaxt nəzasətli su olur? Yalnız mənim bədənimdən ayrıldıqdan sonra nəzasətli suya çevrilir o. Yəni biz deyə bilmərik ki, mənim ovucumun içində olduğu müddətcə həmin su nəzasətli sudur. Və biz keçən dərslərdə xatırlayırsınızsa biz misallar vermişdik. Misal olaraq dedim ki, əlimə nəzasət dəyib. Təbii ki, dediyim kimi mötəməd görüşü üzərə çatdırıram məzhəbi. Birinci, ikinci yuma yuyuram. İkinci yumada nəzasət düşür. Sonra 3, 4, 5, 6-cı yumada məhəlsə nəzasətli qalır. O məhəldən ayrılan su nəzasətli sudur. Burada bir şey bilmək lazımdır ki, tam diqqət etmək lazımdır. Əgər burada bir şey daha təfsilatı ilə çatdırım ki, az su 3-cü, 4-cü, 5-ci, 6-cı yumada az su buradan ayrılarsa, dəyişsə də dəyişməsə də, yəni xüsusiyyətlərindən biri, o su nəzasətli sudur. Amma çox suya gəldikdə isə, əgər çox su ayrılarsa, nəzasətli məhəldən, o zaman dəyişərsə nəzasətlidir, dəyişməzsə həmin suya təsir göstərməyəcək, o tahır sudur. Məsələn, bunu başqa cür daha aydın bir misal verə bilərik. Məsələn, əlimə dediyim kimi nəzasət deyil. Bir dəfə, 2 dəfə yudum, nəzasətin özü getdi. Amma məhəl nəzasətli qalıb. Əgər tutaq ki, 2 qab var, birində az sudur, birində çox sudur. Birində 200 litrdən çox sudur, birində az sudur. Əgər əlimi ora toxundursam, toxundurmaqla baş vermir. Əlimi az suya toxundursam və əlimi oradan çəksəm, əlimi çəkən kimi həmin su nəyə çevriləcək az su? Nəzasətli suya. Dəyişsə də, dəyişməsə də. Amma çox suya əlimi toxundursam, nəzasətli məhəllə qarşılaşıb, düzdürmü? Nəzasətli məhəllə qarşılaşıb, çox suya toxundururam. Əlimi çəkdikdən sonra suda dəyişiklik baş verərsə, dəyişiklik dediyi nəyə qəsd edirik? İyində, dadında, rəngində dəyişiklik baş verirsə, bu nədir? Nəzasətli sudur. Dəyişiklik baş verməzsə dediyimiz kimi, həmin suyun təmizləyici xüsusiyyətinə təsir göstərmir. Bundan da əlavə həmçinin, yəni keçən dərslərdə qeyd etmişdik, sadəcə məsələni daha təfsilatı ilə verim, bayaq dediyim nümunələrdə, yəni 3-cü, 4-cü, 5-ci, 6-cı yumada. 7-ci yuma nə demişdik keçən dərs? Demişdik ki, 7-ci yumada məhəl təmizlənərsə, ayrılan su nədir? 7-ci yumada dedik ki, məhəl təmizlənir, düzdürmü? Məhəl 7 dəfə yuyulmalıdır. Ayrılan su tahir sudur. Amma bir şeyi qeyd edim, daha təfsilat deyim ki, yəni 7-ci yumada su əgər az su dəyişərsə 7-ci yumadan sonra bu nəzasətli sudur. Yox, əgər dəyişməzsə bu şərt var, yəni onu bilin. Dəyişməzsə o hansı sudur? Tahir sudur. Məsələn, dedik ki, 1 dəfə yudum, 2 dəfə yudum, 2-ci yumada nəzasət düşdü. 3, 4, 5, 6. Bu yumalarda ayrılan su zaten nəzasətli sudur. Az sudursa nəzasətli sudur. Dəyişsə də dəyişmir. Amma 7-ci yumada ayrılan su dedik ki, tahir sudur. Və məhəldə təmizlənir. Amma bir şərtlə. Əgər su dəyişməzsə tahir sudur. Dəyişərsə o da nəzasətli sular qisminə daxildir. Bu birinci qismdir. Və ikinci qismdə alimlər nəyi bildirirlər? Deyirlər ki, əgər nəzasət su ilə qarşılaşarsa, müəllif rahimehullah buyurur ki, "Əv laqaha fi ghayrin əv laqaha fi ghayrihi və huwa yasirun." Yaxud az olduğu halda, həmin su az olduğu halda nəzasətlə qarşılaşarsa, yəni təmas edərsə ona. Misal olaraq, bayaq verdiyimiz bir misaldan birini verək. 2 qabıdır. Birində çox sudur, birində az sudur. Az suya mücərrəd olaraq tutaq ki, uşağın sidiyi düşür. Böğlü düşür.
Mücərrəd olaraq o suya düşməklə az su nəcasətli suya çevrilir. Mücərrəd suya düşməyi ilə. Su dəyişsə də, dəyişməsə də. Ancaq çox suya düşərsə, suda dəyişiklik baş verərsə nəcasətli sudur. Suda dəyişiklik baş verməzsə, nə sudur? Deməli, tahur sudur. Və burada alimlər nəyi bildirirlər? Var bir dəyişilmək, bir də qarşılaşmaq. Yəni, nəcasətlə qarşılaşmaq heç də suyun təmizləyici vəsfini aparmır həmişə. Əgər çox sudursa, dəyişərsə nəcasətlidir. Dəyişməzsə, tahur sudur. Amma az su isə dəyişsə də, dəyişməsə də nəcasətli su hökmünü alır. Və həmçinin alimlərimiz nəyi bildirirlər? Yəni, bizim danışdığımız şeylərdən biz nəyi anlayırıq ki, deməli, yəni burada bir neçə məsələ var, onu bəyan etməliyik ki, alimlərin icması ilə əgər çox suya nəcasət düşərsə, onu dəyişərsə, həmin su nədir? Nəcasətli sudur. Bu, alimlərin icması iləndir. Çox suya nəcasət düşərsə, onu dəyişməzsə, alimlərin icması ilə bu nədir? Təmiz sudur, təmizləyici sudur, yəni tahur sudur. Üçüncü nədir? Az sudur. Az suya nəcasət düşüb onu dəyişir. Bu da alimlərin icması ilə nəcasətli sudur. Ancaq az suya nəcasət düşərsə və onun xüsusiyyətlərini heç birini dəyişməzsə, bu alimlərin icması ilə nəcasətli su deyil. Bu Həmbəli məzhəbinə görə, mötəməd görüşə görə, yəni məzhəb qatında etimad edilən görüşə görə bu su nəcasətli su hökmünü alacaq. Hansı su hökmünü alacaq? Nəcasətli su hökmünü alacaq. Və həmçinin alimlərimiz bir şeydə qeyd edirlər ki, burada müəllif rahiməhullah buyurur ki, وَالْجَارِ كَالرَّاكِدِ Yəni, axar su durğun su hökmündədir. Məsələn, durğun su nədir deyil? Məsələn, az sudur, amma bir qabıda tutulaq, durğun sudur, misal olaraq. Və yaxud bir yerdədir, bir yerdə dərin bir yer var, az su yığılıb ora. Ora bir nəcasət düşərsə, onu nəyə çevirəcək? Nəcasətli suya çevirəcək. Yaxud da ki, axar suyu nəyə misal verək? Tutaq ki, bir üzü aşağı bir yerdir. Sən bir suyu boşaldırsan orada, düzdürmü? Su gedir, müəyyən bir yerə yığılır, düz yerdə. Əgər o su yolda nəcasətlə qarşılaşarsa, biz nəyə baxacaq? O suyun cəminə baxacaq, düzdürmü? Əgər çox sudursa, ona nəcasət təsir göstərməz. Az sudursa, artıq o nə edəcək? Nəcasətli suya çevriləcək. Yəni, suyun cəminə, yəni axıdılan suya baxarıq ki, məsəl üçün, axıdılan su çox sudur, yoxsa az sudur. Məsələn, biz çaya baxsaq, çaylara. Məsələn, çaya bir damcı nəcasət düşməyinə və ya hətta bir damcıdan çox belə nəcasət düşməyinə o çay nəcasətli suya çevrilməz, çünki su çoxdur, həddindən artıq çoxdur. Amma az su olarsa, axar su olarsa, ona əgər axıdığı istiqamətlə nəcasətlə qarşılaşarsa, artıq o nə suya çevriləcək? Nəcasətli suya çevriləcək. Və həmçinin alimlərimiz bu babda müəyyən bilgilər var ki, onu məsələn xüsusən elm adamlarına çatdırırlar kitablarda. Düzdür, bu kitabda yoxdur. Məsələn, İmam Həccavinin Zədül Müstəqin əsərində buyurur ki, وَإِنْ شَكَّ فِي نَجَاسَةِ مَاءٍ أَوْ غَيْرِهِ أَوْ طَهَارَتِهِ بَنَى عَلَى الْيَقِينِ Əgər o, suyun nəcasətliyində və yaxud başqasında və yaxud da təmiz olmasında şəkkə düşərsə nə edəcək? Yəqinlik üzərə quracaq. Bu sözlərin mənası nədir əslində? Bəzən məsələn ola bilər ki, bir adam məsələn az sudur, görür ki, sudur, bilir ki, təmizləyici sudur. Gedir 1-2-3 saatdan sonra gəlir deyir ki, onda bir şübhə yaranır, şək yaranır ki, bəlkə də bu suya nəcasət düşür, düzdürmü? Onda bizim şəriət deyir ki, o gələn şək nəzərə alınmır. Əslində bilmək lazımdır ki, bir şeydə qeyd edim ki, üsulçuların şək dediyi ilə fəqihçilər ayırıb. Məsələn, üsulçular deyəndə, məsəl üçün şək deyəndə 50-50 götürüblər, yəni. Məsələn, insan bir şeydə şək gedir, bax ki, 50% bilir ki, belədir, 50% bilir belədir. Amma fəqihçilər elə yanaşmırlar. Fəqihlər deyirlər ki, insan şək edərsə, az şək edərsə, çox şək edərsə fərq etməz. O yəqinliyi üzərə quracaq. Məsələn, dediyim ki, bir insan bir az su var. Bilir ki, təmizləyici sudur. Sonra gedib gəlir, onun ağlına 50%-dən, məsəl üçün, 90% düşünür ki, bu suya nəcasət düşə bilər. Şəriət onu nəzərə almır. Şəriət deyir ki, şəkdən öncəki yəqini hal üzərə quracaqsın. Nəcasətli isə nəcasətlidir, düzdürmü? Və yaxud təmizləyicidirsə, təmizləyicidir. Yəni, şəkdən öncəki hala qayıdırlar. Şübhə etdiyi andan əvvəlki hala qayıdırlar. Alimlər onu qayıdırlar. Və yaxud, məsəl üçün, bizim alimlərimiz əlavə nəyə qeyd edirlər? Bildirirlər ki, misal olaraq, əgər suya
hətta sümük düşərsə və yaxud da heyvanın peyni belə düşərsə, bilinmir o təmizdir, yoxsa nəzasətlidir, onu təmiz olaraq alırlar alimlərimiz. Təmiz olaraq alırlar. Və həmçinin də bir şeyi də qeyd edim, ümumiyyətlə qədim, əksər qədim və orta dönəm alimləri qatında, əslində son dönəm alimləri qatında belə bir ayrım yoxdur. Yəni insanın nəzasəti olsun, heyvanın nəzasəti olsun və yaxud da nəzasətli bir heyvanın nəzasəti olsun, itin. Bunun arasında ayrım yoxdur yəni. Əgər su çox olarsa, suya düşərsə, onun vəsfini dəyişərsə, dediyim kimi, nəzasətlidir. Dəyişməzsə suya təsir etməz. Amma orta dönəm və qədim dönəm alimlərin əksəriyyətinin qatında insanın bövlü və nəcisi suya düşərsə, hətta su çox olarsa belə, o suya təsir göstərəcək. Yəni nəzasətli suya çevriləcək onu. Bu, orta dönəm və qədim dönəm əksər alimlər qatında belədir. Bu məzhəbdə də iki görüş var. Amma məzhəb dediyim kimi, son dönəm alimlərinin götürdüyü görüşlərədir əsasən. Və inşallah bugünkü dərsimizi burada bitiririk. Gələn dərs nəzasətli sular haqqında yenə məlumat verməyə davam edəcəm. Çox güman gələn dərs artıq nəzasətli sular bölümünü bitirəcəyik. Ondan sonra qısa bir sual cavab edərik, sonra davam edərik. Qablar bölümündən dərslərimizdə fikir faydalar verməyə davam edərik. Velhamdülillahi Rabbil ələmin.